Allahın izniyle söhbətlərimizə davam edirik inşallah. İmam Hüseyn əleyhissalamın həyat və inqilabi fəaliyyətində bir neçə nöqtəni qeyd edək. Tarixdə Kərbəla hadisəsinə İmam Hüseyn əleyhissalam və Yəzid arasında vuruşma kimi yox, buna daha geniş anlamda, yəni iki iddianın toqquşması kimi baxmaq lazımdır. Biri haqq ədalətin, azadlığın carçısıdır. O biri isə batinin, zülmün tərəfdarıdır. Bu iki ideya daimi tarixdə qarşı-qarşıyadır. İmam Hüseyn əleyhissalamı yas saxlamaq bizə İslam Peyğəmbərdən miras qalıbdır. Belə ki, o da həyatı boyu baş verəcək bu hadisəni yad edib ağlayırdı. Qızı Fatimə Zəhraya buyurdu ki, hər kim balam Hüseyni ağlasa, biz qiyamət günü onun əlindən tutub onu cənnətə daxil edərik. İmam Hüseyn əleyhissalamın bu hadisədə qələbə çalması Bəni Üməyyənin çirkin iç üzünü açıb xalqa bəyan etmək oldu. Bəs niyə İmam Hüseyn əleyhissalama ağlayırıq? Ağlamaq və gülmək insana xas olan ruhi xasiyyətlərdən biridir. Bunların birində məhrum olan kəs ruhi cəhətdən xəstə olar. Ağlamağın özünün də növləri var. Bunlardan biri atifi hissi ağlamaqdır. Yəni başqasının keçirdiyi daxili həyəcanlara, müsibətlərə şərik olmaqdır. Çünki insanda hiss və həyəcan mənbəyi olan ürək var. İngilis şərqşünası professor Edward Brown belə buyurub, görəsən elə bir şəxs tapılar ki, Kərbəla hadisəni eşidə, onun ürəyi qanla, kədərlə dolmaya. İkinci ağlama növü psixologiya üzrə mütəxəssislərin dediyinə görə sevincdən yaranan ağlamaqdır. Buna misal olaraq illərlə uzaq düşmüş əzizlərin görüşünü göstərmək olar ki, sevincdən göz yaşları aram olmaz. Bu ağlamaqların başqa növləri də var. Biz xülasə olaraq demək istəyirik ki, Kərbəla hadisəsinə ağlamağın böyük məntiqi və fəlsəfi var. Bu fəlsəfənin təkcə ağılla yox, həm də qəlbən, böyük bir eşqlə dərk etmək lazımdır. İnsanın bir ideyaya bağlılığı həm əqli, həm də hissi cəhətdən. Yəni iki yöndən olmalıdır. Necə ki, söz və kəlam ağlın təzahürüdür, göz yaşları da eşqin və məhəbbətin nişanəsidir. Alman professoru Marvini buyurub ki, müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseyn əleyhissalamın şəhadətidir. Buna görə də İmam Hüseyn əleyhissalamın eşqinə yanan bir şəxs heç vaxt zillət və köləliyi qəbul etməz. Hindistanın görkəmli dövlət xadimi Mahatma Gandhi deyib ki, Hindistanı xilas etmək istəyirsinizsə, İmam Hüseynin yolunu tutun. Və çoxlu sayda böyük filosoflar, dünyanın xaçparast, müsəlman ki, İmam Hüseyn əleyhissalamın Kərbəladakı qəhrəmanlığından əllərimizdə silsilə var. Charles Dickens'dir, Voltaire'dir, George Jordak'dır, Thomas Carlyle'dır və s. ki, çox yazılar var Həzrət İmam Hüseyndən, o qəhrəmanlığından, o Allah Taalaya onun bağlılığından bizə yazıb çatdırıblar.
Bir neçə kəlmə Həzrət İmam Hüseyn əleyhissalamın ziyarətin fəziləti haqqında istəyirəm siz əzizlərə çatdırım. Həzrət İmam Hüseyn əleyhissalamın Mərqəd-i Şərifini, həmçinin Hərəm-i Mütəhhərini ziyarət etməyin bir çox fəzilət və savabı var. Onlarda əsasən 3 məqsədə xidmət edir. Əzizlər, birinci məqsəd məlum olsun ki, İmam Hüseyn əleyhissalamın ziyarət etməyin fəziləti o qədər böyük, əhatəlidir. Onların hamısına burada zikr etmək iqtidarında deyilik. Nəzərə gələn ən mühüm fəzilətlərdən biri budur ki, bir çox əxbarda varid olduğu kimi, İmam Hüseyn əleyhissalamın ziyarət etmək həcc, ümrə və cihaddan bərabərdir. Bəzi alimlərin fikri budur, əfzəldir. Bu məkanı ziyarət edənlərə Allah Teala yüksək dərəcələr verər. Özünü, övladlarını, əyalını bəla və xətərdən uzaq edər. Ömrünə bərəkət və ruzisinə vüsət verər. Allah Cəllə Cəlallah onun günahları üstündən əfvi qələm çəkər. Lakin imkanı olub imamı ziyarət etməmək isə o şəxslərin dininə, imanına, naqisliyinə dəlalət edər. İslam Peyğəmbərinin hüquqlarını tərk etmiş kimi olar. Rəvayətdə varid olub ki, Seyid-i Şühəddanı ziyarət etmək insanın qəm qüssəsini aradan aparar. Sakaratun Mövt, yəni can vermək halını asan edər. Və qəbir əzabını ondan uzaqlaşdırar. Peyğəmbərlər və övliyalar, Əimə-i Məsumin əleyhissalamlar, mələklər əleyhissalamlar İmam Hüseyni ziyarətə gələr və orada olan zəvvarları dua edərlər. Haqq Taalanın nəzəri hədisdə var, Ərafat əhlindən də çox İmam Hüseynin zəvvarlarının üstündə olar. Mötəbər rəvayətlərdə varid olub ki, Muaviyyə adlı bir şəxs, Vəhəb oğlu, bir gün İmam Cəfəri Sadiqin xidmətinə getmiş. Gördüm, o həzrət namaz qılmaqla məşğuldur. Oturdum ki, gözləyəm, həzrət namazdan fariq olsun. İmam əleyhissalam namazı tamam etdikdən sonra münacat oxumağa başladı. Həzrət də öz pərvardagarına, yəni Allah Taalaya belə istixasa etdi. Buyurdu, İmam namazdan sonra Xudavanda, biz əhli beytə kəramət əta etmisən, qiyamətdə ümmətin şəfaatini bizə vədə vermisən, risalət elmini bizə verib, bizi peyğəmbərlərin varisi qərar vermisən və keçmiş ümmətləri bizimlə xətm etmisən, keçmiş və gələcək elmləri bizə əta etmisən və bizim vilayətimizi insanlara vacib buyurmusan. Səndən istəyirəm, cəddim İmam Hüseyn əleyhissalamın Mərqəd-i Şərifini ziyarətə gələn bacı və qardaşlarımızı əfv elə. Onların günahlarını bağışla. O kəslər ki, evlərindən, diyarlarından çıxıb, ziyarət məqsədi ilə səfərin hər bir əzab əziyyətinə qatlaşıb, var dövlətindən və canlarından keçir, onlara bizim tərəfimizdən mükafat əta elə. Tamam müşkil işlərini həll etməklə mətləblərinə və hacətlərinə çatdır. Bu yolda nə qədər xərc etsələr, birəmin əvəzin əta elə. Evdə əhli əyalını, valideynlərini və övladlarını yerin və göyün bəlalarından hifz elə. Özünü də hər cürə xəta və bəladan uzaq, öz amanında saxla. Öz evlərinə, vilayətlərinə səhih salamat qayıtmaqlarına kömək ol.
özün və ailəsini insanların vəsvəsindən və şeytanın şərindən uzaq elə. Onların qohum qardaşların və vilayətlərində yaşayan salih bəndələrin əminamanlıq əta elə. O kəslərin ki, ürəkləri cəddi İmam Hüseynin, mənim cəddim İmam Hüseynin eşqində alovlanır və onun mütəhər və müəttər məzarını ziyarət etmək qəsdində olar, lakin onlara mane olarlar. O ünsürləri tezliklə bərtərəf elə. Həzrəti Əbu Abdullah Hüseynin Kərbala səmtinə dönən üzləri onun mərqət və şərifinə sürkünən üzləri qiyamətdə şəfaat müjdəsi ilə ağ və gülümsər elə. İmam Hüseynin özünə, əhl-i beytinə və balalarının müsibətinə ağlayan gözləri dünyada və axirətdə giryan eləmə və bizim müsibətimizə yanan ürəklərə rəhm elə. Onları cəhənnəm odunda yandırma. Su içərkən Kərbalanın təşnə qurbanlarını yad edib onlara salam və salavat göndərən kəsləri qiyamətdə behiştin müqəddəməsi olan Kofsər suyu ilə sirap elə. Amin. Deyir, Həzrət bu tərtiblə dua edib başını qaldırdı. Fariq oldan sonra ərz etdim, ey Mövlayım mən. Bu duanı sizdən eşitdikdən sonra mənim qəlbim həcdən çox Kərbalanı ziyarət etmək arzusu oyandı. Deyir, Həzrət buyurdu, ey Muaviyyə, sənin kim saxlayıb və kim mani olur ki, buzurgüvarı ziyarət etmirsən, yəni o boyda İmam Hüseyni, belə bir bərəkətli ziyarəti tərk eləmə, təxirə salma. Deyir, dedim sənə fəda olum, ağa, bu ziyarətini bilmirdim, bu qədər fəziləti var. Deyir, imam buyurdu, bəli, o Həzrəti ziyarət edənləri göydə də çox dua edirlər, nəinki yerdə. Onları dua edir Həzrəti Rəsul-i Xuda, Həzrəti Əli, xanım Fatimə-i Zəhra və Əymə-i Məsummin əleyhissalamlar. Aya istəməzsən o kəslərdən olasan ki, qiyamətdə mələklər başları üzərində dolanıb onları mühafizə etmiş olsun. İstəməzsən ki, qiyamətdə məşər ayağı günahlardan təmizləmiş halda gələsən. Məgər istəməzsən o kəslərdən olarsan ki, axirətdə himayəçi və şəfaat verən cəddim Rəsul-i Xuda sallallahu aleyhi və aleyhissalam özü olsun. Ey Muaviyyə, əgər istəyirsən dünya və axirətdə saadətə yetəsən, onda özünü belə bir xidmətdən məhrum eləmə. Həzrət Seyyid Şühadanın mütəhər qəbrini ziyarət etmək qəsdində olanlar bilməlidirlər ki, bu şərafətli ziyarətin özünə məxsus bir neçə ədabı var. Onlara razı niyaz orada etmək, ziyarətlərin şərafətli və fəzilətli olar. İnşallah Allahla münacətlər, istəklər. Müstəhəbdir ki, səfərə çıxmamışdan əvvəl insan qusur versin. Müəyyən dualar var, onları oxusun və İmam Hüseyin əleyhissalamın ziyarətinə hazırlaşsın. Yəni, Peyğəmbər və Ali Peyğəmbər camalına salavat zikr etsin çoxlu. Tam Buqar və Aramla Kərbala səmtinə yola düşsün. Yəni, İmam Hüseyin əleyhissalamın ziyarətinin fəzilətləridir ki, siz əzizlərə bir miqdar çatdırdıq. İnşallah Fərat çayında qüsl edib İmam Hüseyni ziyarət etmək insanın böyük günahlardan təmizləyər. Sanki dünyada təzə gəlmiş körpə, məsum bir uşaq olarsan. Yəni, insan İmam Hüseyin əleyhissalamın Mərqəd-i şərifinə yetişən vaxt Həzrətin rövzəsinin qapısında dayanıb ziyarətnamə var, onu oxusun. Allah Teala hər bir kəlməsinə görə ona yüksək dərəcələr əta edər. Öz lütfi ilə, mərhəməti ilə o savabdan əsirgəməz. Allah and verirəm.
bu Məhərrəm ayının hürmətinə bütün istəyənlərə, bizlərə də tezliklə Kərbəla qismət eləsin inşallah. Amin.